Salam əziz investorlar və treyderlər. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan korporasiyanın bütün göstəricilərini daha dərindən öyrənməyi təklif edirik. Şirkətin əsas göstəricilərini sizinlə müqayisə edəcəyik. Rahey, Ticker, Rahey. Bu rəy 03 aprel 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Rahey alt kateqoriyaya aiddir. Retail Pram müqayisədə 19 şirkət iştirak edir və bu kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifarişlər cədvəlini görəcəyik. Sözü gedən şirkət üçün ümumi nəticə belədir: 10 baldan 4 yıl. Alt kateqoriya üzrə orta bal 2,1 baldır. Çox geniş baxsanız, cəmi ABŞ birjası daxilində. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. 4 xal hesabına qarşı Rahey. Şirkətin səhm qiymətinin hərəkətini müqayisə etmək Rahey və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Rahey -25,5% dinamika göstərib. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı -5,9%. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin bu fakt nəzərə alınmalıdır. Şirkətin bazar kapitallaşması Rahey $4,64 milyard dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması $127 milyard. Rahey 3,659% paya malikdir. O, alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $0,18 milyard səviyyəsində qiymətləndirilir. $20 milyard alt kateqoriya kapitallaşması ilə Rahey 0,914% pay təşkil edir. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Rahey alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 3,659% təşkil edir. Balans dəyəri 0,914% təşkil edir. Bu, bazar dəyərinin payından 125% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Şirkətin heç bir borc öhdəliyi yoxdur. Şirkətin borcları üzrə xal çox yaxşı, 2 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 66,5-ə uyğundur. Alt kateqoriya üzrə orta göstərici 54,2-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 18% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda mənfəət $70 milyon olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin ilkin olaraq $125 milyon olacağı gözlənilir. İndikindən 78,9% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,5-dir. Alt kateqoriya üzrə orta göstərici 0,8 təşkil edir və bu, alt kateqoriyadan 88% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhmlərinin qiymətinin onun gəlirinə qiymətləndirilməsi dözümlü -0,5 bal. Son 12 ayda gəlir $3,110 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlirin $5,560 milyon olacağı gözlənilir. Bu, indiki vaxtdan 79% çoxdur. Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal.
Satış marjası 2,2%, alt kateqoriyada isə orta hesabla 1,6%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 0,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 1,78% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 239% azdır. Və bu, təşkilatın bazar qiymətində balanssızlığı göstərir və daha çox yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $778.000 və alt kateqoriyada $229.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 239,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi, dözümlü 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği $11,700. Alt kateqoriyada orta qiymət $4,200 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 177%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən gəlir $521.000. Alt kateqoriyaya görə $273.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 91%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlir payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 11,9%, alt kateqoriya üzrə orta hesabla 6,9% təşkil edir. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Göstərici ROAS 14 şirkət üçün %42 səviyyəsini göstərir ROAS. Alt kateqoriyada isə bu səviyyə təxminən 52% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları qiymətli kağızlardan daha yüksək qiymətləndirilir ROAS. Şirkətin səhmlərinin cari dəyəri təxminən $249. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $393. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 58%-dir. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində ROAS. Məlumat və arayış qiymətləndirmə sistemi Markets aşağıdakı qərar qəbul edildi. Video baxış olduğu üçün ticarət açmayın. Sona qədər izlədiyiniz və məlumat və arayış sistemindən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik. Markets. Hamınız ən gözəl tamaşaçılarsınız.